Hər vaxtınız xeyir dostlar. Bu günləri yenə möhtəşəm bir videodan qarşınızdayıq. Bugün biz nə bişirəcəyik? Eldar şamının toxumundan Çörək. Bəli. Amma videoya keçməmişdən qabaq sizə bir şey vurğulamaq istəyirəm ki, videoya like atmağı, komment yazmağı və bir dostunuzla paylaşmağı, kanala da abunə olmağı unutmayın. Bugün hazırlayacağımız Eldar şamı toxumunun dadında çörəyimizə nə lazımdır? 400 qram un, 100 qram Eldar şamı toxumu, bəli, quru maya, zeytun yağı 1 qaşıq, təbii ki bal, müəyyən azlığı öldürmək üçün, üstünə də küncüt, bir də ki duz, qaynanmış su. Duz, qaynanmış su, iliq su, Bizə qaynanmış gülmə su. arası bala yağdıdır, yağa da baldır. Doğrudan əynimizi dəyişirik, başlayırıq işə. Artırmışıq. Keçən səfər belə idi, indi baxın. Olmadı yaxşı iş. Bundan danışmamışıq axı. Hə. Danış sonra da. Deməli gördüyünüz əynimizdə olan bu möhtəşəm köynəklər bizim üçün tikilib Naxçılı Laçın tikiş fabrikində. Bəli. Çox dəyərlidir. Xüsusi olaraq Garden Marketin hazırlanır. 1, 2, 3. 3-4 dəqiqə qovurmalıyıq ki, onun qoxusu çıxsın. Birinci başlayırıq onunla. Başlayalım. 4 dəqiqə bunda qovurmalıyıq. Bunu tökdüm, duzu da tökdüm. Yo, tökmə, işte tökmə. Həvən dəstə. Oy ya, bunu Bu görmüşəm. çox qədimi bir əşyadır. Qoyuruq. Dəyərli tarifi var mısın? Sizdə evdə yoxsa blenderdən də istifadə edə bilərsiniz, onu üyütmək üçün. Deməli 3-4 dəqiqə bax belə qovururuq. Amma yəni tam qovurmaq olmaz. Müəyyən qədər qoxusu Qoxusu çıxdı çıxmalı. və sonra nə edirik? Hissə əlavə edirik həmin bu həvən dəstəyə. Başlayıram mən. Tərkibində sağlam yağlar, omega tipli yağ turşuları, zülal, magnezium, zink, E vitamini, bir də ki enerji verən təbii maddələr. Hazırdır. Hazırdır. 100 qram Eldar şamı toxumunu əzirik, bu hala gətiririk, un halına gətiririk. Sonra 300 qram su, ilıq su əlavə edirik. İlıq olmalı ya, diqqət edin. Bəzən soyuq su tökürsüz. Ardıcan əlavə edirik bal. Balı niyə görə qatırıq? Müəyyən qədər acılığı ola bilər, onu öldürsün. 1 çay qaşığı. İlıq suya qatdın onu. Bəli, bəli, 1 çay qaşığı və quru maya. Bu həll olunmalıdır içində. 5 dəqiqə gözlədəndən sonra biz əlavə edirik hissə buğda unumuzu. Bir çay qaşığı duz mütləq. Bundan satışda yoxdur marketdə. Yox, ümumiyyətcə Azərbaycanda heç bir nə TV məkanında, nə YouTube platformasında mən görməmişəm ki, Eldar şamının tumundan çörək hazırlansın. Biz bunu eksperiment olaraq, ilk olaraq özümüz edirik. Doğrudan ilkdir ya belə. Bəli, bəli. Müharibə vaxtı insanlar aclıqdan əziyyət çəkdiklərinə görə, un az olduğuna görə meşələrdən həmin bu Eldar şamı tumlarını toplayıb, üyüdüb, onda indi biz həvəndəstə o vaxt dəyirmanda üyüdüblər, una qatıblar və çörək bişiriblər. Çox qatmaq olmaz. Bir xörək qaşığı zeytun yağı. 8-10 dəqiqə bunu yoğurmalıyıq. Yoğurandan sonra hardasa 45 dəqiqə, 1 saat gözləmək isti yerdə gözlətməliyik ki, bu özünə gəlsin. İmmuniteti gücləndirir, enerji verir. Ürək damar sağlamlığına dəstəyi var. Amma çox istifadə etmək məsləhət deyil. Kalorisi çoxdur. Allergiyası olan insanlar ehtiyatlı olmalıdır, amma hər şam növünün toxumunu yeməli deyil. Teymur, onu da vurğulayım ki, Eldar şamının tumunu qabıqlarını çıxartmaq və sonra üyüdmək, una qatmaq. Bəli. O daha məsləhət. Təminimiz artıq gəlib, 1 saatdan çox vaxt sərf elədik buna. İndi bunu çörək halına gətirməliyik. Belə yağlayırıq ki, yapışmasın. Xəmirimizi bax belə bu şəkildə azca yapışqanlı olur, yəni Bu normaldır. normaldır. Bunu götürürük, çörək halına qoyuruq. Un səpirik azca. Bunu belə bax belə üstündən qoyuruq. Çörəyi düzəldirəm. Gözümün qabağına bizim gözəl analarımız gəldi. Biz analarımızı
çox sevirik. Bu yerdə şair bilsən nə deyib? Nə deyib? Ana varsa bir ocaqda bir evdə, izi tozu, kölgəsi də əziz. Tək evdən səsi gəlsin, eybi yox. Onun nazı kəlməsi də əzizdir. Analarımızın əlindən öpürük. Görünüş üçün belə bax yüngülcə bu bir. Kim necə istəyir də, hansı tərzdə istəyir. Nəşən görsən, çox şey. Şam ağacına oxşadı elə belə Hə, buradan baxanda şam ağacına oxşadı. 45 dəqiqə bir daha gözlədəndən sonra bunun üstündəki olan istirici çıxardırıq. Küncüdümüzü əlavə edirik. Əvvəlcədən 230 dərəcə qızdırılmış sobamıza əlavə edirik. Sobaya çörək qoyandan sonra 30-35 dəqiqə gözləyirik ki, bişsin. Çörəyimiz artıq hazırdır. Elə qoxuya bax, bax, nə gözəl, nə gözəl. İyi gəlir, Nadir, yanıb. Bunu biraz saxlayıb gözlədə də bilərik. Yox. Əslində məsləhətdir ki, bunu bir gün saxlayıb sonra yemək məsləhət görürlər. Amma biz bunun bu qoxusunu, bu istiliyini... Axşam oldu, bayaqdan gözləyirik. 1 saat, 1 saat, 45 dəqiqə, 1 yarım saat, 1 deyilsin. Acaq. İşin gedişatı. Yemək. Vay. Biraz soğudu. Bunu nə gözəl, nə gözəl. Dadına baxaq, siz məsləhət bilərik. Özüm də dadına baxım, özümə də maraqlıdır. Ola bilər ki, bir səhvimiz olub, çox yaxşı əzə bilməmişik. Onlar dişdə qalıb bərkdir, Nadir. Yaxşı əzməmişəm. Bir dənə iş tapşırdı. O sən öz problemindir. Amma sənə bir dənə balaca sürprizim var. Deməli, öz məhsullarımız olan çiyələk cemi. İndi bunun zəhmət olmasa, özün bax, istədiyin qədər çək, bir onunla da dadına bax. Bax və nəticəni bizə deyil. Qəbiyin sən. Al mənim. Xırsıldıyla. O yerə daha çox xoşuma gəlir. Çörək çox qəşəngdir. Nadir. Mən hələ də un məmulatları, çörək yeməyən insanlar başa düşə bilmirəm. O gün ərzində yemək yeyirsən ha. Nə qədər yeyirsən ye. O gün gəldim bir dənə belə çörək atdın ağzıma, onda doyursan. Mən heç vaxt belə doymuram da çörəksiz. Arzu edirəm ki, bütün evlərdən daima çörək qoxusu gəlsin. Amin. Amin. Bu videonun da sonuna gəldik dostlar. Bayaqlarda əvvəldə dediyim kimi videonu like eləməyi, yorum yazmağı və bir dostunuzla paylaşmağı unutmayın. Gələn videolarda görüşməyi unutmayın. Keçən səfər də belə elədim. Gələn videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Nadir!